tamaşaçılar. Hörmətli ki Boyat kəndi. Bu günlərim ən gözəl gündür. Neftçala rayonumuzun Boyat kəndi ilə Qarabağın paytaxtı olan Ağcabədi rayonunun Boyat kəndi birləşiblər. Çox sağ olsun Murat müəllim, əziyyət çəkibdir. Zəhmət çəkib komanda, Neftçala rayonu komandası Boyat komandasını gətirib Ağcabədi rayon Boyat komandası ilə görüşdürür. İnşallah ədalətli yarışımız olacaqdır. Allah cəmi şəhərlərimizə rəhmət etsin. Amin. Birinci qıraqdan gələn qonaqlarımızı Şəhərlər Xiyabanımızda qarşılayaq. Özü də Murat müəllim özü də qazidir. İkinci Vətən müharibəsinin qazisidir. Əsrlərin sınavından keçmişik. Ulu Göyçə borçalını itirmişik. Vedini, İrəvanı, Zəngəzuru vermişik. Qarabağın bir kisarı vermərik. Sınamışıq dostumuzu davada. Neçə ildir döyüşürük yadlarla, axla namət düşmən görük davada. Danışmayır, gülmərsiz nə vaxtdan. Danışmayır, dinmərsiz o vaxtdan. Qolu bağlı, bəxti qara pəhlivan, yad əllərə səni verən deyilir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Şəhid ailələrinin, yoldaşlarının, analarının, atalarının qarşısında baş əyir. Allah başda Cənab Ali Baş Komandan olmaqla bütün ordumuzu qorusun. Bu qədər.